Video koydum da. Bismillah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əziz və değerli kardeşler, Allah'tan istedik ki Allah Teala meclisimize bereket versin, hayırlı meclislerden etsin. Bugünkü mevzumuz öyle bir mevzudur ki her bir insan yani bu belediyeydi bu mevzuya dikkatle kulak asa ve bugünkü günde günümüzde tekrarlanan problemlerle karşılaştıkta onun həlli bizim için asan da olsun. O mevzu ki ihtilaf mevzusu. Deyir ki bu ihtilaf mevzusunu tam əhatə edək. İnşallah Allah'ın izniyle özü büyük mevzu olsa da ama kısa bir qaydalarla başa düşülür ki insan ne vaxt belə deyək narahat ola bilər veyahut da ne vaxt narahat olmaya bilər veyahut da reaksiya verə bilər qardaşa qarşı veyahut da verməyə bilər. İxtilaf mevzusu belə deyək alimlər arasında, elm tələbələri arasında baş verən fikir ayrılıqları, ixtilaflar bununla bağlıdır. Bəzən qardaşlarımız ixtilafları düzgün anlamadığı üçün, düzgün başa düşmədiyi üçün görürsən ki başka fikirlərə düşür. Ve bu ixtilaf başka yerlere aparır. Ve kardeşi hakkında, elm tələbəsi hakkında pis zənn etmək məcburiyyətində qalır. Ümumi olarak Allah Teala Kur'an-ı Kerim'de bizlere emredir ki ihtilaf etmeyin, parçalanmayın. Bu Allah Teala'nın Müslümanlara buyurduğu emirdir. Allah Teala bir neçə ayette bizlere bunu bildirir. Ayetlerden birisi odur ki Allah Teala diyor وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Diyor ki Allah'ın ipinden mühkem yapışın ve firgelere, cemaatlara bölünmeyin. Dəstələrə bölünmeyin. Bu Allah Teala'nın emridir ki bize Müslümanlar dəstələrə bölünməməlidir, firgelere bölünməməlidir, parçalanmamalıdır. Ve diğer ayette Allah Teala diyor ki وَلَا تَكُونُوا كَالَّذ۪ينَ تَفَرَّقُوا. Ve Allah Teala deyir ki o kəslər kimi olmayın. O kəslər ki parçalandılar. Dəstələrə bölündüler. Ne vaxt? Onlara hak çattıktan sonra. Bazen bu ayet onu gösterir ki bazen insanlar onlara delil gelip çattıktan sonra da ihtilafa düşürler. Onlara hak gelip çattıktan sonra da ihtilafa düşürler ve parçalanırlar ve dəstələrə bölünürler. Ama Kur'an-ı Kerim Peygamberimiz sallallahu aleyhi ve sellem'in sünnəsinə baxsaq görərik ki İslam dini bize parçalanmağı ve ihtilafa düşmeyi, dəstələrə bölünmeyi qadağa edir. Ve diğer ayette Allah Teala deyir ki وَاَطِعُوا اللّٰهَ وَرَسُولَهُ. Allah'a ve onun Resulüne tabi olun. Allah'a ve onun Resulüne tabi olun. وَلَا تَنَازَعُوا. İhtilaf etmeyin. Ve ayette diyor ki فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ. Zayıflayarsınız ve gücünüz, güvvetiniz gelir. Ümumiyyətlə, ihtilaf, Müslümanlar arasında baş veren ihtilaf, Müslümanların zayıflamasına olan bir sebeptir. Fərqi yoktur. Her hansı bir toplumda ihtilaf varsa, orada parçalanma varsa, orada zayıflığı var. Ve Allah Teala da Müslümanlara emredir ki وَلَا تَنَازَعُوا. Qadağan edir ki ihtilafa düşmeyin. Çünkü ihtilaf etseniz zayıflayarsınız ve zayıfladığınız halda artık sizin gücünüz, güvvetiniz kalmaz. Bu ayet onu gösterir ki ihtilafa düşmek zayıflanmak için büyük bir sebeptir.
Və Quranda yəni bu ilə bağlı çox ayətlər var. Mən bir neçəsini zikr edirəm. Yəni Quran-ı Kərim Allah Teala bizlərə parçalanmağı yəni qadağan edib. Dəstələrə bölünməyi qadağan edib. İslam dini dedikdə, müsəlman dedikdə birlik qəsd olunur. Parçalanmaq, dəstələrə bölünmək, qruplaşmalar olması bu qəsd olunmur. İslam dini bunun əleyhinədir. Birliyə çağırır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərində deyir ki, "İftaraqatil yahud alə 71 firqa." Deyir ki, Yahudilər 71 firqəyə bölündü. Və Nasranilər 72 firqəyə bölündü. Və ümmətim 73 firqəyə bölünəcək. Və deyir ki, hamısı nədədir? Hamısı oddadır. Lakin bir firqədən başqa. Və sahabələr yəni soruşurlar, ya Rasulullah, yəni o firqə kimdir? Hansılardır? Kimlərdir o firqə ki, onlar əməllərinə görə cənnətə düşəcəklər. Parçalanmadığına görə cənnətə düşəcəklər. Deyir ki, onlar mənim və sahabələrimin yolunu gedənlərdir. Və buna görə bu hədis bizə göstərir ki, İslam dinində parçalanmaq, dəstələrə bölünmək, qruplaşmalar yaratmaq bu icazəli deyil. Yəni müsəlman aləmində belə bir şey yoxdur. Müsəlmanlar bir cəsəd kimi olması lazım. Bir bina kimi olması lazım. Necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, yəni müsəlman bir cəsəd kimidir. Əgər cəsədindən bir üzvü ağrıyarsa, bütün bədən ağrıyar. Və müsəlman aləmi, müsəlman toplumu bir cəsəd kimi olmalıdır. Parçalanmamalıdır. Və digər hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, فَإِنَّهُ مَنْ يَعِيشُ مِنْكُمْ فَسَيَرَى اِخْتِلَافًا كَثِيرًا. Deyir ki, məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Parçalamalar, qarşıdurmalar. Lakin bunun çıxış yolu nədir? Bunun qurtuluşu nədədir? Çıxış yolu, qurtuluşu فَعَلَيْكُمْ بِسُنَّةِ وَسُنَّةِ خُلَفَاءِ الرَّاشِدِينَ. Mənim sünnəm və xəlifə Raşidinin sünnəsi. Əbu Bakr, Ömər, Osman, Əli radiyallahu anh sünnəsi. Yəni bunlardan azı dişlərinizlə yapışın. Yəni bir insan ixtilafa düşdükdə bu zaman bunun çıxış yolu kitab və sünnəyə qayıtmaqdır. Yəni onun həlli kitab və sünnədə olur. Ümumi olaraq, qayda olaraq yadınızda saxlayın. Yəni ixtilaf icazəli deyil. Parçalanmaq icazəli deyil. Dəstələrə bölünmək icazəli deyil. Yəni bunu qayda olaraq yadınızda saxlayın. Çünki İslam dini bizə bunu qadağan edib. Və burada ixtilaf dedikdə, qardaşlar, yəni İslamın əsasları ilə bağlı olan məsələlərə aiddir bu. Misal üçün, yəni deyək ki, insanlar Quranda ixtilafa düşsünlər, axirət günü ilə bağlı məsələlərdə ixtilafa düşsünlər, Allahın ad və sifətləri ilə bağlı məsələlərdə ixtilafa düşsünlər. Yəni bunlar belə bir şeylərdə, İslamın əsasları olan məsələlərdə müsəlmanlar ixtilaf etməsi icazəli deyil. Parçalanması icazəli deyil. Dəstələrə bölünməsi icazəli deyil. Yəni İslam dini sənə nəyi əmr edirsə, hansı əsası necə yaşamağı əmr edirsə, o formada yaşamalısan ki, ixtilafa düşməyəsən, parçalanmayasan, cəmaatlara bölünməyəsən. Çünki ixtilaf olan bir yerdə, parçalamalar baş verən bir yerdə, orada birlik ola bilməz, orada bərəkət ola bilməz, orada mehribançılıq ola bilməz. Çünki ixtilaf nəyə aparır? İxtilaf daimən düşmənçiliyə, kin, buğza, yəni bu kimi şeylərə aparır ixtilaf. İxtilaf aparır müsəlmanların arasında soyuqluğa aparır. İxtilaf insanları düşmənçiliyə aparır.
Müslüman bu kimi addımlardan, bu kimi düşüncelerden kənar qalmalıdır. Yəni o məsələ ki, yəni o sözü desəm, bu hərəkəti etsəm, ixtilafa səbəb olacaqsa, o zaman o sözdən kənar qalırsan. O düşüncədən kənar qalırsan. Yəni hər hansı bir düşüncə, yəni sələfə uyğun olmayan bir düşüncə, sələfin mənhəcinə uyğun olmayan hər hansı bir düşüncə parçalanmağa aparan bir düşüncədir. Parçalanmağa aparan bir yoldur. Müslüman daima bu şeylərə diqqət etməlidir ki, birliyi qorumalıdır. Çünki İslamın əsaslarından nədir? Birlikdir. İslam dini bizə birliyi əmr edir, parçalanmağa əmr etmir. Necə olur ki, birliyi əmr etdiyi halda buna önəm vermirik, amma parçalanmağa gəldikdə isə rahatlıqla parçalanırıq. Rahatlıqla dəstələrə bölünürük. Rahatlıqla cemaatlara bölünürük. Rahatlıqla bir-birimizə adlar qoşuruq. Amma o ilə bərabər İslam dini bizə bir olmağı, parçalanmamağı və cemaatlara bölünməməyi əmr edir. Və sonra, yəni İslam dini deyəndə ki, parçalanmayın, dəstələrə bölünməyin, burada qəsd olunan şeylər, qardaşlar, yəni nədir? Əsas məsələlərdə, İslamın əsaslarında parçalanmayın, bir olun, bir fikirdə olun, bir rəydə olun, bir əqidədə olun, bir mənhəcdə olun. Çünki bizim Rabbimiz birdir, Peyğəmbərimiz birdir, qibləmiz birdir, kitabımız birdir. Belə olduğu halda biz mənhəcimizdə, əqidəmizdə, etiqadımızda, imanımızda, inancımızda nə olmalıyıq? Bir olmalıyıq. İnancımız eyni olmalıdır. Yəni sələfin inancı kimi, sahabələrin inancı kimi, əqidəmiz eyni olmalıdır. Sələfin əqidəsi kimi, mənhəcimiz eyni olmalıdır. Sələfin mənhəci kimi. Yəni bu şeylərdə ixtilaf etmək olmaz. Yəni bu şeylərdə ixtilaf etmək Allah Teala bunu qadağan edib. Yəni bu şeylərdə parçalanmağı İslam dini qadağan edib. Yəni bu şeylərdə bir olmağa çağırır Allah Teala. Allah Teala nə deyir Quran-ı Kərimdə? "Va'tasimu bihablillahi cemi'an." Allahın ipindən birgə yapışın. Demir dəstə-dəstə yapışın. Parçalanaraktan yapışın. Birgə. Yəni bu onu göstərir ki, birlik İslamın əsasıdır. Və hər bir müsəlman da bu birliyi qoruması lazımdır. Çünki birlik olan yerdə dediği ki, bərəkət olur. Birlik olan yerdə Allahın rəhməti olur. Allahın yəni gücü olur. Allah Teala o topluma, o cəmiyyətə, o xalqa güc qüvvət verir. Amma birlik olmayan yerdə bərəkət, heç bir bərəkət olmur. Allahın rəhməti oraya enmir və da o toplumun da gücü qüvvəti olmur. Və burada qəsd olunan, parçalanması icazəli olmayan məsələlər əqidə məsələləridir. Etiqad məsələləridir. Necə ki, Peyğəmbərimiz s.ə.v deyəndə ki, ümmətim 73 firqəyə bölünəcək. Bundan yalnız birisi cənnətə girəcək. Bu onu göstərir ki, bu böyük məsələlərdə ixtilaf etməyin. Əqidə məsələlərində ixtilaf etməyin. İman məsələlərində ixtilaf eləməyin. Yəni sələfin əqidəsində olun, sələfin mənhəcində olun, sələfin etiqadında olun. Parçalanmayın. Yəni bu məsələlər qəsd olunur. Amma qaldı ki, amma biz bugün şahidiyik ki, alimlər arasında fikir məsələlərdə o qədər ixtilaflar var ki, fərqli rəylər, fərqli fikirlər, fərqli düşüncələr. Elə deyilmi? Və yaxud da elm tələbələri arasında görürsən ki, bir məsələdə bir alim belə deyir, digər elm tələbəsi belə deyir. Fikir ayrılığı var. Yəni bizim söhbətimiz və yaxud da sözümüzün canı bu deyil. Burada ixtilaf icazəlidir. Burada fikir ayrılığı olması icazəlidir. O məsələlər ki, yəni İslamın əsasları deyil. Yəni fikir məsələlər, namazı pozan, orucu pozan, alış-verişdə necə olmalıdır, nəyə etməlisən, necə etsən səhihdir, necə etsən doğru deyil.
bu meseleler değil. Bu meselelerde fikir ayrılığı olabilir. Farklı fikirler olabilir, farklı rəylər olabilir. Bu alimlerin arasında bu rəylər var, bu fikirler var, bu farklılık var, bu fikir, yani bu meselelerde. Bu normaldir, bu icazəlidir. Ama əqidə məsələlərində, iman məsələlərində, o meseleler ki İslam'ın esaslarıdır, orada ixtilaf etmək olmaz. Orada doğru olanı edeceksin. Səhih olanın ardınca gedeceksin. Sələfə uyğun hərəkət edeceksin. Sələfin mənhəcinə, sələfin düşüncəsinə, sələfin etiqadına qayıdacaqsın. Əgər sələfin əqidəsi hər hansı bir məsələdə budursa, sən onun əksini gedə bilməzsən. Əksini gedirsənsə, o zaman Allah Teala'nın ayətinə müxalif olursan ki, Allah Teala deyir ki, parçalanmayın. Sən parçalanırsan. Sələfin mənhəcinə uyğun deyilsə, o zaman sən Allahın ayətinə qarşı çıxırsan. Sələfin inancına uyğun deyilsə, o zaman sən Peyğəmbərimiz s.ə.v deyəndə ki, ümmətim 73 firqəyə bölünəcək, deməli, digər 72 firqədən olacaqsın. Ona görə insan iman məsələlərində, əqidə məsələlərində ixtilaf etməməlidir və sələfə qayıtmalıdır. Çünki əhl-i sünnə alimləri, sələf alimləri İslamın əsasları olan məsələlərdə ixtilaf etmirlər. Bu məsələlərdə heç kim ixtilaf eləmir. Burada kim ixtilaf edərsə, kim parçalanarsa, Allahın ayətinə və Peyğəmbərimiz s.ə.v sünnəsinə müxalif olmuş olur. Amma ixtilaf nə vaxt olar? Fikri məsələlərdə, İslamın əsaslarından sayılmayan məsələlərdə orada ixtilaf ola bilər. Fikir ayrılığı ola bilər. Bu icazəli bir şeydir. Misal üçün, bir alimə görə filan məsələ, deyək ki, filan əməl dəstəməzi pozur, digər alimə görə pozmur. Bir alimə görə filan məsələ namazı pozur, digər alimə görə pozmur. Bunlar normal bir şeydir, qardaşlar. Bu normal bir haldır. Yəni, bu ixtilafın baş verməsi mümkündür, icazəlidir. Bu ixtilaf sadəcə rəylərdə olan ixtilafdır, fikirlərimizdə, düşüncələrimizdə olan ixtilafdır. Bu ixtilaf qəlbdə olan ixtilaf deyil. İslamın əsaslarında olan ixtilaf qəlbdə olan ixtilafdır. Əgər İslamın əsaslarına müxalifdirsə, bəli, o insana buğz edə bilərsən. O insana xor baxa bilərsən. Çünki İslamın əsaslarına müxalifdir. Amma İslamın əsasları olmayan digər məsələlərdə olan ixtilaf isə qəlbə salmaq olmaz bunu. Qəlbi ixtilaf etmək olmaz bu məsələlərdə. Kim bu məsələləri qəlbə salarsa, bu məsələlərə görə buğz eləyərsə, düşmənçilik eləyərsə, bu savadsızlıqdır, bu elmsizlik. Bunu heç bir alim demir ki, bu məsələlərə görə qardaşından üç çevir və qardaşına düşmən kəsir və qardaşınla danışma. Bunu heç bir alim demir. Əhl-i sünnə alimlərinin. Alimlərin arasında olan, fikri məsələlərdə olan ixtilaf, bunu bir məna olaraq yadınızda saxlayın. Bu normaldır. Bunu pis baxmaq olmaz. Niyə filan alim bu məsələni deyir ki, filan şey dəstəməzi pozur, digər alim deyir ki, filan şey dəstəməzi pozmur. Bu normaldır. Bu ixtilafın baş vermə səbəbləri var, qardaşlar. Nədən baş verir? Ayətdəki hər hansı bir kəlmə bir neçə məna daşıyır. Hədisdəki hər hansı bir kəlmə bir neçə məna daşıyır. Belə olduğu halda, bir neçə alim ayəti oxuyur, deyir ki, burada məqsəd filan sözdür, filan mənadır. Digər alim oxuyur ki, yox, deyir ki, buradakı məqsəd, buradakı sözün mənası filan mənadır. Və yaxud da hədisi oxuyur, bu hədis filan məsələyə aidiyyəti var, dəlalət edir. Digəri oxuyur, deyir ki, bu sözdə məna başqadır, bu hədis başqa bir məsələyə, bu məsələyə aidiyyəti yoxdur, digər məsələyə aidiyyəti var. Bu şeylər ixtilafın, fikirlərin ayrı olmasına səbəb olur. Bu şeylər bizi parçalamamalıdır. Bu şeylər bizim qəlbimizə girməməlidir, bu ixtilaf. Bu ixtilaf sadəcə düşüncədə, rəylərdə olan fərqlilikdir.
ayrılıqdır. Bu düşmənçilik demək deyil yəni. Buna görə boğz eləyəsən və yaxud da qardaşından üz çevirəsən, üz döndərəsən. Bu məsələlərdə icazəli deyil. Ona görə yadda saxlayın. İslamın əsasları olan məsələlərdə ixtilaf etmək olmaz, qətiyyən. Sələfin əqidəsində, sələfin mənhəcində olmalısan, düşüncəsində olmalısan. Əgər ixtilaf edirsənsə, bu zaman Allahın ayətinə qarşı çıxırsan. Yəni parçalanmayın, dəstələrə bölünməyin, ixtilafa düşməyin. Buna əks olmuş olursan. İslamın əsaslarından olan birliyə qarşı çıxmış olursan. Amma fikri məsələlərdə olan ixtilafı böyük məsələlərdən sayıb və orada o ixtilafı böyük görüb və insanların arasında düşmənçilik salırsansa, bu düzgün deyil. Bu icazəli deyil. Yəni, hər hansı bir fikri məsələyə görə qardaşdan üz çevirməsi və yaxud da xor baxması bu savadsızlıqdır və bu elimsizlikdir. Yəni. Bu düzgün deyil. O qədər, deyək ki, Peyğəmbərimiz s.ə.v dönəmindən ta bugünə kimi İslam alimləri, sahabələrin arasında fikir ayrılığı olub, tabinlərin arasında fikir ayrılığı olub, yəni alimlərin arasında fikir ayrılığı olub və bugün də davam edir. Bu normal bir şeydir. Baxın, Peyğəmbərimiz s.ə.v bir toplum sahabəni bir yerə göndərir. Bəni Qureyza deyən bir yer var, ora göndərir. Və deyir ki, əsr namazını orada qılacaqsınız. Və sahabilər yolun yarısını çatdıqda əsrin vaxtı daxil olur. Əsr namazın vaxtı daxil olur. Və bu halda sahabilər iki hissəyə bölünür. Bir toplum sahabə deyir ki, əsri qılmaq lazım. Digər toplum sahabə deyir ki, yox. Peyğəmbərimiz s.ə.v deyib ki, əsri Bəni Qureyzədə qılacaqsınız. Və digər sahabələr deyir ki, yoxdur, namazın vaxtı gəldisə, namazı qılmaq lazım. Yəni, Peyğəmbərimiz s.ə.v-in deməsi ki, əsri Bəni Qureyzədə qılacaqsınız, bu anlama gəlir ki, siz yolunuzda tələsin. Yəni, əsri ora yetişin. Amma o anlama gəlmir ki, o namazın vaxtı gəldikdə bunu qılmayaq. Və sahabələr bu məsələdə Peyğəmbərimiz s.ə.v bu sözünü başa düşməkdə iki hissəyə bölünürlər. Bir toplum namazı vaxtında qılır, digər toplum gözləyir ki, Bəni Qureyzəyə çatsın, orada qılsınlar. Peyğəmbərimiz s.ə.v-in sözü namazı Bəni Qureyzədə qılın kəlməsini sahabələr fərqli bir halda başa düşdülər, anladılar. Və sonra gəlib Peyğəmbərimiz s.ə.və xəbər yetişəndə ki, ya Rasulullah, biz belə elədik, Peyğəmbərimiz s.ə.v heç bir dəstəni etdiyinə görə qınamadı. Niyə qınamadı? Çünki məsələ fikir məsələsi idi. Məsələ düşüncə məsələsi idi. Məsələ, Peyğəmbərimiz s.ə.v-in sözü ona da dəlalət edirdi, buna da dəlalət edirdi. Buna görə onların arasında nə baş vermədi? Yəni, belə deyək, kin, küdrət, həsəd, paxıllıq, düşmənçilik baş vermədi. Sadəcə hər kəs normal bir-birlərini qarşıladılar və yoluna davam etdilər. Peyğəmbərimiz s.ə.və xəbər çatdıqda və heç bir dəstəni qınamadı. Niyə qınamadı? Çünki fikirdən irəli gələn bir məsələ olduğu üçün. Çünki İslamın əsaslarından olan bir məsələ deyil. Belə olduğu halda, qardaşlar, alimlər arasında baş verən fikir ayrılığına görə düşmənçilik eləmək və yaxud da o həmən fikri qəlbə daşımaq icazəli deyil. Sahabələr, misal üçün digər qissə odur ki, sahabə rivayət edir ki, səfərə çıxırdıq. Səfərdə bizdən oruç tutan da olurdu, oruç tutmayan da olurdu. Çünki səfərdə oruç tutmaq icazəli deyənlər də var, icazəli görməyənlər də var. Elə deyilmi? Amma sahabələr deyir ki, biz səfərə çıxırdıq. Aramızda oruç tutanlar da olurdu, oruç tutmayanlar da olurdu. Lakin heç kəs digərinə qarşı eyib etməzdi. Heç kəs digərini qınamazdı ki, niyə oruç tutmusan və yaxud da niyə oruç tutmamısan? Səbəb nə idi, qardaşlar? Səbəb fikir ayrılığına görə olan bir məsələ idi, ona görə.
Yani bunların bu ihtilafı, fikir ayrılığı düşmənçiliğe aparmırdı. Yani qəlbdə olan ihtilafa aparmır. Ona göre insan, yani bu şeylerde dikkatli olmak lazım. O meseleler ki İslam'ın esaslarıdır, orada ihtilaf etmiyor olmaz. O meseleler ki İslam'ın esaslarından değil, furularındandır. Yani fikir meseledir. Burada ihtilafın baş vermesi labuddur. Mütləq verə bilər. Çünkü fikirler, düşünceler, zövqlər, görüntüler, düşünceler farklı olduğu halda fikirlerin farklı olması, rəylərin farklı olması normaldir. Anladınız mı? Belə olduğu halda bizde alimlerin arasında baş veren ihtilafa göre, yani alimlere karşı bizde pis fikir yaranmamalıdır. Onlar niye ihtilaf edirlər ki? Niye onlar bir fikir söylemirlər? Niye bir rəydə değiller? Çünkü bu mümkün değil. Yani bu biz adice dünyavi meselelerde görürsen ki her hansı bir şeye 4-5 nefer kenardan bakır, herkes farklı bir fikir söylüyor. Niye bu mümkün değil? Bu kaçınılmaz bir şey. Yani dini meselelerde, dini yani ayetlerdi veyahut da hadislerdi. Yani bunlarda da bu şeyin baş vermesi mütləqdir. Yani labuddur, bu kaçınılmazdır. Ama problem odur ki bizim mövqeyimiz nedir? Biz necə rəftar eləməliyik? Alimlerin arasında olan ihtilafa karşı mövqeyimiz necə olmalıdır? Bizim halımız, yani mesele buradadır, yani ki özümüzü necə aparmalıyıq? Eğer baxırıq, mesele ihtilaflı meseledirsə, fikir meseledirsə, İslam'ın esaslarından olmayan bir meseledirsə, bu zaman alimlerin arasında olan ihtilaf normal karşılanır. Normal qəbul olunur. Heç kəsə karşı çıkabilmez, fikir yani irad edebilmez. Eğer irad edeseydi Peygamberimiz sallallahu aleyhi ve sellem sahabeler irad edemeydi ki niye siz Bəni Qureyzədə namazı əsr qılmadınız, yolda qıldınız və yaxud da niye demedi ki onlara ki namazın vaxtı çatmış, niye yolda qılmadınız, ora saxladınız. Halbuki heç kəsə irad eləmədi, düzdürmü? Bu onu gösterir ki belə məsələlərdə irad yoxdur. Bu meseleler de bu kimi meseleler bizim parçalanmamıza sebep olabilmez. Eğer sebep olursa o zaman problem sendedir. Sebep olursa o zaman problem sendedir. Bu elimsizliğidir, cahilliktir, savadsızlıktır. Bu kimi insanlar görende de hemen onu başa salın ki bu kimi meselelerde düşmənçilik etmək olmaz. Bu kimi meselelerde kardeşine karşı çıkma olmaz. Bu normal bir şey. Ona göre yani İslam'ın dediği ki əqidə meseleleri var, esas meseleler var. Burada ihtilaf etmək olmaz. Bir de furu meseleler var. Burada ihtilafın baş vermesi mümkündür. Bu kaçınılmaz bir şeydir. Görürsən ki namazla bağlı meselede İmam Şafii rahimehullah yani her hansı bir əməldə, namazın əməlində farklı bir fikir söylüyor. Abu Hanife farklı bir fikir söylüyor. İmam Ahmed farklı bir fikir söylüyor. İmam Malik farklı bir fikir söylüyor. Bu normaldir. Onlar bunu qəsdən eləmirlər ki, yani aramızda ihtilaf olsun ve Müslümanlar parçalansın. Bu anlama gelmiyor. Bu sadece onların dəlilə baxdıqda, əsasa baxdıqda yani düştüğü, yani ortaya gelen bir neticedir. Bunun da belə olması, farklı fikirlerin olması, farklı rəylərin olması bu normaldir. Yani buna göre elm əhlinə qarşı pis zənn etmək icazəli deyil. Bu necə olur ki, biri deyir ki, dəstəməz pozulur, digər deyir pozulur. Biri deyir bu hərəkət etsə namaz pozulur, digər deyir ki, pozulur. Bunlar normaldır. Ama sıravi insanın halı necədir bəs? Sıravi insan, yani İslam elmi olmayan bir insan, İslam elmini araştırma gücü olmayan insanın belə bir hallarda ne etməlidir? Çıxış yolu nədir onun? Onun çıxış yolu odur ki, kardeşler, etimad ettiğin insana, elm adamına, etimad ettiğin elm tələbəsinə, yani etibarlı saydığın, ona daha güvenirsən,
onun elmini daha etibarlı sayırsan, onu daha güçlü sayırsan, o hemen insanın düşüncesini götürürsen ve kenara çekilirsen. Ve eyni anda eks tərəfə karşı yani pis zəndə olursan. Yani sıravi insanın belə bir vəziyyətdə mövqeyi özünə lazım olan məsələni götürür, hansı daha yani etibarlıdır, güvenlidir, onu götürür ve kenara çekilir. Ve buna əməl edir. Ama gedib toplumun içerisinde filan kəs belə deyir, digəri belə deyir. Bu ne fikir, bu ne elmdir, belə bir şey olar. Yani bu hərəsi bir söz deyir. Bu düşünceleri yaymaq icazəli deyil. Senin üzerine, sıravi insanın üzerine düşen odur ki, götür, kenara çekil. Hayata keçir, kenarda otur. Yani meseleye müdahale etme. Fikir söyleme. Karşı durma yaratma. Esas olan budur yani. Ama elm adamları ise, alimler veyahut da elm araştırma gücü olanlar, elm tələbələri tabii ki meselelerde fərqli rəylər, yani rəylere gedə bilərlər, rəylər söyləyə bilərlər. Hər hansı bir alimin sözünü, yani deyək ki, filan məsələdə bir alimin sözünü götürər, digər məsələdə digər alimin sözünü götürər. Mütləq deyil ki, bütün məsələlərdə mən filan alimin sözünü götürməliyim. Elə bir şey yoxdur. Elm araştırma gücü olan insanlar baxırlar yenə də. Alim bu alimin sözünü oxuyur və digər alimin sözünü oxuyur və orada daha mötəbər olan, daha səhih olan, daha düzgün olan onu götürür, kənara çəkilir və onunla hərəkət edir. Yani bu meselelerde, ihtilaflı meselelerde mövqeyimiz belə olmalıdır arkadaşlar. Eğer biz belə addım atarıqsa, belə İslam'ı yaşayarıqsa, bu formada hareket ederikse o zaman aramızda ihtilaf olmaz. O zaman alimlere karşı pis zəndə olmarıq. Elm tələbələrine karşı pis zəndə olmarıq. Yani bunun qaydası belədir arkadaşlar. Bunu bir elm olarak, qayda olarak yadınıza saxlayın. Yani her dəfə bu təkrar olunmasın. Misal üçün deyir ki, məl əməl ində ixtilafil mədəhi. Yəni bir məsələdə görürsən ki, məzhəb alimləri fərqli rəylərdədir. Fərqli bir fikirlərdədir. Elm adamı üçün rahatdır. Onların dəlillərinə baxır, onların fikirlərinə baxır və oradan daha doğru olanı götürür. Amma sıravi müsəlmanların halı nədir? Allah Teala Quran-ı Kerimdə deyir: "Fəs'əl əhlə zikri in kuntum la ta'lemun." Bilmediğiniz halde elm ehlinden soruşun. Sıravi insanın bu meselede addımı odur ki, yaxınlaşır elm adamına. Meseleni öğrenir, kenara çekilir. Daha bunun ardınca geçsin başkasından soruşsun, sonra başkasından soruşsun. Sonra orada ziddiyetler görsün. Sonra bilmir hansını etsin. Yani sıravi Müslümanlara ihtiyaç yoktur ki bir neçəsinə dönsünlər. İtibar elədiyi, daha doğru saydığı, daha güçlü saydığı elm adamından elmini götürür, kenara çekilir. Meselenin cevabını öğrenir, kenara çekilir. Onu gündeme salma. Ben falan tələbədən soruştum, belə dedi. Senden soruştum, sen belə dedin. Digərindən soruştum, o başka cürə dedi. İndi mən hansını edim? O özünü de çətin vəziyyətdə qoyur. Elm tələbələrini də çətin vəziyyətdə qoyur. Və yaxud da arada biraz soyuqluq yaratır. Sanki yani olmaz bir şey hayata geçirmiş sayılır. Ona göre sıravi insanlar, təqlid edən, elm araştırma gücü olmayan insanların üzerine düşen etibar elədiyindən elmi götür, kenara çekin. Ve elm adamlarında olan ihtilaflara göre fərqli, yani pis zəndə olma. Çünkü biz bildik ki ihtilaflar, yani fikir meselelerde ihtilafın baş vermesi ləbundur. Ola bilər, sən hər hansı bir məsələdə müəyyən, hər hansı bir elm tələbəsinin fikrini götürmüsən. Başqası başqa fikri götürüb, siz eyni zamanda ibadətə gəldikdə sən bunu həyata keçirəcəksən. Digər qardaş digərini həyata keçirəcək. Bu o anlama gəlmir ki, sən, yəni bu ixtilafımız bizim qəlbə getməlidir. Qəlbə aparan ixtilaf olmalıdır. Qəlbə düşən ixtilaf olmalıdır. Yox.
Bu bizim qardaşlığımızı poza bilməz. Bu bizim yəni birliyimizi poza bilməz. Çünki bunun baş verməsi mütləqdir. Bu qaçılmaz bir şey. Sonra deyir ki, ixtilaf-i məsələ ictihadiyyə, yəni belə bir məsələ var. Bir dənə bu məsələyə də toxunaq, sonra bir-iki dənə qayda var. Yəni ixtilafla bağlı, onları da götürək, dərsimizə son qoyaq. Bax, son günlərdə və yaxud da tez-tez baş verir. Bir elm tələbəsi digər elm tələbəsinə mənhəc məsələlərində, əqidə məsələlərində görürsən ki, irad edir, irad tutur. Ki, o düz söyləmədi, doğru olan budur. Yəni, bu məsələdə xatadır, yəni onun söylədiyi şey doğru deyil, ona etimad etməyin, ondan uzaq qalın. Yəni, belə deyək də, bu məsələ səhabələrin dönümündən sonra, tabiinlərin dönümündən, yəni bugünkünə kimi İslamın qorunması üçün, sağlam, səhih İslam ayaq üstə qalması üçün bu şey həmişə olub. Yəni, filan alimin sözü səhvdir, doğru deyil, ona əməl etmək olmaz. Yəni, o məsələlər ki, o məsələlər İslamın əsaslarından olan məsələdir. Ondan danışırıq. Əgər elm adamı digər elm adamına qarşı irad tutursa, irad edirsə ki, o səhvdir, doğru deyil, yəni bu məsələni necə anlayaq? Bu məsələ, qardaşlar, yəni həmişə olub elm adamları arasında, həmişə bu fikirlər, yəni belə bir iradlar, belə bir fikir söyləmələr, xataları bildirmək ki, o alim düz demədi, o elm tələbəsi o məsələni düzgün vurğulamadı, bu səhvdir, ona qulaq asmayın, bu həmişə olub. Amma bunun baş verməsi, bizdə elm tələbələrinə qarşı, alimlərə qarşı pis zənni aparmamalıdır. Çünki bu niyə baş verir? Niyə bir elm tələbəsi və yaxud da bir alim kiminsə xatasını deyir? İslamın ayaq üstə qalması üçün, səhih dinin ayaq üstə qalması üçün bunlar deyilə bilər. Təbii ki, ədəb ərkanla, gözəl şəkildə. Bu deyilə bilər. Amma əxlaqi çərçivədə. Amma deyilməsi icazəlidir, bəli, icazəlidir. Buna görə biz o qardaşa görə, o elm adamına və yaxud da o tələbəyə qarşı kin bəsləməliyik və xeyr bəsləməliyik. Yəni, ona xor baxmamalıyıq. Yəni, ona qarşı düşmənçilik etməməliyik. İslamın qorunması üçün müəyyən xataların aşkarda deyilməsi icazəlidir. Filan tələbə doğru demədi. Bunun da öz qaydası var, öz üslubu var. Amma bəzən olur da səhv bir addım atılır. Amma bu səhv addımlar, İslamın qorunması, deyək ki, görünən səhv addımlar, bir toplum insanlar tərəfindən sanki deyirlər ki, bu qeybət edir və yaxud da nəsə edir. Tamam, o Allah qatında cavab verəcək. Yəni, ədalətli olması lazımdır, mütləq. İnsaflı olması lazımdır, mütləq. Hikmətli olması lazımdır, mütləq. İxlaslı olması lazımdır, mütləq. Yəni, mən inkar edirəm İslamın müdafiəsi üçün. İslamın, doğru İslam ayaq üstə qalsın deyə. İslam aləminin, müsəlmanların birliyi üçün. Mən bunu bəyan edirəm, bildirirəm. Bu şeylər normaldır. Buna görə parçalanmaq, elm tələbəsinə və yaxud da hər hansı bir alimə xor baxmaq, ondan üz çevirmək bu doğru deyil. Bəli, elm adamı da inkar elədikdə, fikir söylədikdə üslublardan, ədəblərdən, əxlaqdan kənara çıxmamalı. Əgər məqsədimiz xətanı bəyan eləməkdirsə, bizə nə lazımdır? Xətanı bəyan eləmək. Ki, insanlar o xataya düşməsinlər. Amma onun ardınca başqa sözlərin söylənməsi, deyilməsi
yəni bu qəbul olunmazdır. Amma dediyim kimi, irad etmək icazəlidirmi? İcazəlidir. Xatanı bildirmək icazəlidirmi? İcazəlidir. Sadəcə bir dənə orada fərq var ki, əgər xata edən insan əhl-i sünnədəndirsə, mənhəci, əqidəsi sağlam bir adamın xata edibsə, sələfi mənhəcində olan bir elm adamı xata edibsə, onun xatası həmən toplumda deyildir. O birinci təklikdə deyilir və ondan dönərsə, tamam, məsələ həll olunur. Yox, o xatasının üzərində israr edərsə, o zaman aşkarda deyilir. Bu müamilə kimə aiddir? Əqidəsi sələf olan, mənhəci sələfi olan buna aiddir. Amma əqidəsi xarab olan, bidət əhli olarsa, yəni əhl-i sünnədən, sələfdən sayılmayan bir insan olarsa, o zaman problem deyil. Toplumda adı familiyası ilə inkar oluna bilər. Filankəs səhv dedi. Ondan elm götürmək olmaz. Bu kimi düşüncələri demək icazəlidir. Bunlar hamısı nə üçündür? Doğru İslamın ayaq üstə qalması üçün. Doğru sünnənin, doğru ibadətin, müsəlmanların parçalanmaması üçün deyilən sözlərdir. Bu icazəlidir. Aydın oldu mu qardaşlar? Yəni buna görə elm tələbəsinə qarşı irad eləmək ki, o niyə belə söylədi, niyə o xatanı dedi. Sadəcə yəni müəyyən üsullardan istifadə etmək lazımdır. Dediyim kimi, əxlaqı, dəyərlərə riayət edərəkdən, üsullardan istifadə edərəkdən demək lazım. Və ixtilaf olan qaydaları xatırlatmaq istəyirəm sizə bir neçə dənə. O məsələlər ki, orada ixtilaf baş verərsə, halımız necə olmalıdır? Onlardan birisi, əl-ixtilaf fi məsəl ictihadiyyə la yufsidul ixuvvə fid-din. O məsələlər ki, ictihadi məsələlərdir, qəti məsələlər deyil. Onda baş verən ixtilaflar qardaşlığı poza bilməz. Bu qaydadır. O məsələlər ki, ictihadi məsələlərdir, orada olan ixtilaflar İslam qardaşlığını poza bilməz. Yəni, o ixtilafa görə, ictihadi ixtilafa görə qardaşlıq nə olmaz? Pozulmaz. Pozmaq olmaz yəni. İkinci qayda deyir ki, əl-vəla vəl-bara fil-ixtilaf manutun bi usulü-din la fi furu'ihi. Deyir ki, düşmənçilik və sevgi və düşmənçilik usul məsələlərində, İslamın əsas məsələlərində ola bilər. Furu' məsələlərində ola bilməz. Yəni, ictihad məsələlərində, məsələ ictihadidirsə, orada düşmənçilik və sevgi, düşmənçilik ola bilməz. Belə bir şey var ya, yəni əl-vələ vəl-bara, düşmənçilik və sevgi. Bu, İslamın əsasları olan məsələlərdə ola bilər. İslamın ictihad olan məsələlərdə, ixtilaf olan məsələlərdə düşmənçilik və ədavət ola bilməz. Kim edirsə, yəni bu səhvdir. Və digər qaydada deyir ki, ixtilaf lil-iqna' la lil-izzam. Alimlərin arasında olan, icazəli olan ixtilaflar əks tərəfi qane eləmək üçündür. İlzəm etmək üçün deyil. İllə sən bunu etməlisən. Mən nə edirəmsə, sən də onu etməlisən. Mən bu fikirdəyim, sən də bu fikirdə olmalısan. Bu icazəli deyil. Sən əks tərəfə fikri söyləyə bilərsən. Fikri iqna edə bilərsən. Amma ilzəm edə bilməzsən, məcbur edə bilməzsən ki, mən edəni etməlisən. Niyə? Məsələ ictihadi məsələdir. Mən barmağımı tərpətirəmsə, sən də tərpətməlisən. Və yaxud da mən əllərimi qaldırıramsa, sən də qaldırmalısın. Elə eləmirsənsə, düzgün deyil. Yəni, mən səndən salamı kəsəcəm. Yəni, bu icazəli deyil. Məsələ ixtilaflıdırsa, orada məcburiyyət ola bilməz. Ki, illə bunu etməlisən. Və digər qayda odur ki, lə inkara fi məsəl ictihadiyyə. İctihad məsələlərində inkar yoxdur. Əgər məsələ ictihadidirsə, alimlər arasında fikir ayrılığı varsa, sən əks tərəfə, qardaşına inkar edə bilməzsən. Sən səhvsən, sən səhv yoldasan,
ben seninle oturup durmayacağım, senden salamı keseceğim. Bu gibi fikirler söylenmesi qəti olarak qadağandır. Niye? Mesele içtihadi meseledir. Sonra sonuncu qayda odur ki, la tekfire ve la tebdi'a ve la tefsika fi mesail içtihad. İçtihad meselelerinde tekfir yoktur. Bidətçisən, yəni kafirsən, bidətçisən, fasiksən demək qəti olaraq qadağandır. Niyə? Məsələ içtihadi olduğu üçün. Aydın oldu mu arkadaşlar? Yani biz bu meseleleri tam geniş anlasak, o zaman alimlerin arasında olan fikir ayrılığı bizim için asan da olar. Niye ihtilaf edirlər? Ne de ihtilaf etmiyorlar? Ne de ihtilaf etmeye olmaz? Elm tələbələrinin arasında olan fikir ayrılığı, ihtilaf niye var? Varsa ne məna daşıyır? Ve varsa da onlara karşı pis zənn etmək olar mı? Onlara karşı düşmənçilik etmək olar mı? Yani bu dersimiz bize bunu öğretir. Yani çalışalım kardeşler. Yani bu meselelerin danışmaqda məqsədim odur ki, bu mesele, belə bir meseleler bizi ixtilaf, parçalanmağa aparmasın. Bizi dəstələrə bölməsin. Bizi cemaatlara bölməsin. Bizi parçalamasın, ixtilafa düşməyək. Çünkü ixtilaf olan yerde Allah'ın rəhməti, bərəkəti olmaz. Müslümanların gücü, qüvvəti olmaz. Ve ona göre harda ixtilaf etmək olar? Alimler hansı məsələdə ixtilaf edə bilərlər? Hansı məsələdə ixtilaf edə bilməzlər? Və biz alimlerin ixtilaflarına karşı mövqeyimiz necə olmalıdır? Elm adamın mövqeyi necə olmalıdır? Elm tələbəsinin mövqeyi necə olmalıdır alimlerin arasında baş verən ixtilaflara göre? Ve sıravi insanların mövqeyi necə olmalıdır? Bunu bilin. Sıravi insanların mövqeyi ixtilaflara karşı lazım olanı götürür, kənara çəkilir. Məsələlərə müdaxilə etmir. Görürsən ki, 5 tane qardaş, sıravi qardaş otururlar, çay içirlər. Yəni elm adamlarının arasında olan ixtilafları mübahisə edirlər. Niye onu dedi? Niye o belə dedi? Niye ondan çəkindirdi? Sıravi insanların bu məsələ ilə aidiyyəti yoxdur. Sadəcə lazım olanı götürür. Doğru olanı götürür, kənara çəkilir. Bu məsələlərə müdaxilə etmir. Eğer bu kimi addım atarıqsa, bu kimi yani dinimizi, hayatımızı yaşayarıqsa, o zaman yani birliğimiz parçalanmaz. Dəstələrə bölünmərik, firqələrə bölünmərik. Yox, kim ne geldi danışacaqsa, elmlisi, elmsizi, elm yani əhlindən olan, elm əhlindən olmayan, layık olan, layık olmayan danışacaqsa bu zaman birlik, beraberlik, yani ənnamanlıq, cemaatlıq hamısı ne olacak? Bozulacaq. Ve ona göre Allah Teala Kur'an-ı Kerim'de bizlere dedi ki parçalanmayın. O İslam'ın esasıdır. Ve harda parçalanmak olar, dediği ki esas meselelerde, əqidə meselelerinde, iman meselelerinde, cennet cehennem meselelerinde, küfür, İslam meselelerinde. Ama kaldı ki dinin əsli olmayan meselelerde ixtilaf etməyimiz bu savadsızlıqdır, elimsizliğidir. Yani bu düzgün bir adım değil. Yani içtihad meselelerinde alimlerin arasında baş veren ihtilafları normal karşılayaq. Yani onu normal başa düşək ve etrafımıza normal şekilde aydın, yani başa salaq, öyrədək. Eğer böyle olarsa o zaman birliğimiz devam eder. Yok, kim geldi danışarsa o halde Allah'ın qadağan ettiği ixtilafa düşmüş olarak, parçalanmaya düşmüş olarak. Biz həmişə deyirik ki, şəriətin məsələləri, baxın, şəriətdə baş verən məsələlər 3 şeydən kənara çıxmır. Ya məsələ icma məsələsi olmalıdır. İcma odur ki, yani tamam, ondan sonra başka fikir yoktur. İcma nedirsə odur yani.
icma məsələsi ola bilər, ya ixtilaflı məsələ ola bilər, ya da ictihadi məsələ ola bilər. Və ixtilafların da baş verməsi, onu vurğuladıq. Səbəblər nədir? Niyə ixtilaf edirlər alimlər? Dedik ki, hədisdəki, ayətdəki söz bir neçə məna daşıyır. Və alimin hədisə baxışı fərqli ola bilər digər alimdən. Hədis bir alimə görə zəif, digər alimə görə səhih ola bilər. Bu ixtilafa aparır, fikir ayrılığına aparır, rəylərə aparır. Bir hədis bir alimə görə mənsuh sayılar, yəni hökmü qüvvədən düşmüş sayılar, digər alimə görə mənsuh sayılmaz, yəni hökmü qüvvədən. Bu nəyə çıxaracaq? Təbii ki, rəylərin fərqli olmasına aparacaq. Çünki sən mənsuh görmüsən, hökmünün qüvvədən düşmüş görmüsən, mən görməmişəm. Görməmişsən, fikrin fərqli olacaq, mən görmüşəm, mənim fikrim fərqli olacaq. Bunlar normal bir şeydir. Və bəzən də məzhəb alimlərin, hər alimin öz hədisləri qəbul etmə və yaxud da məsələlərin çözümündə öz şərtləri var, öz əsasları var, öz üsulları var. Bunun üsulu digərinin üsulundan fərqlidir. Bunun qaydası digərinin qaydasından fərqlidir. Bunun şərti digərinin şərtini, alimin şərtindən fərqlidir. Bunlar hamısı nəyə aparır? Fikir ayrılığına aparır. Fikirlərin fərqli olmasına aparır. Bu da icazəli bir şeydir. Yəni, ixtilafın baş vermə səbəbləri bunlardır. Və buna görə də biz ixtilafı normal qarşılamalıyıq. Yəni, onu sadəcə fikrimizdə olan ixtilaf olmalıdır. Bu ixtilaf sadəcə bizim fikrimizdə olmalıdır. Qəlbimizə düşməməlidir. Qəlbə düşsə bu düzgün deyil. Aydın oldu mu qardaşlar? Allah sizdən razı olsun. Allah Teala daima bizi bir bərabər, cəmaat eləsin və ixtilaflardan, lazımsız ixtilaflardan uzaq eləsin. Daima haqqı haqq kimi görüb ona tabi olanlardan və batili batil kimi görüb ondan uzaq olanlardan eləsin. Allah sizdən razı olsun.